sevinirəm, yenə şadam. Həmişə məktublarına bildirilən bir iş ki, hər dəfə ondan nəsini alanda, ümumiyyətlə belə bu uğurlardan sonra mənim məsuliyyətim daha da artır. Mən daima təkrarlayıram və təkrarlayacağım da, çünki bu bizim işimizin prinsiplərindən biridir. Və həmişə istəmişəm ki, hansısa bir səviyyəyə çatırıqsa, hansısa bir uğur əldə ediriksə, ən azından onu qoyub saxlayırlar. Və bu xüsusi bir il oldu. Çempion oldu, Kubokda finalda məğlub oldu, amma çox vacib turnirə, Çempionlar Liqasının qrup mərhələsində düşdük. Bu hamı üçün, elə biz Qarabağ olaraq, elə Azərbaycan camiası olaraq çox vacib, çox önəmliydi. Və daha çox elə bunun rolu oldu, böyük ehtimal. Və onunla bərabər yaxşı qalibiyyətlərimiz oldu, yaxşı nəticələrimiz oldu. Və dediyim kimi çox şadam. Yenə sizlərin qarşısında olmaq mənə çox xoşdur və yenə də bu fikirləri söyləmək əlavə olaraq mənə xoşdur. Təşəkkür edirəm hər birinizə. Qarşıdakı illərdə, qarşıdakı ildə hər birinizə uğurlar arzulayıram və futbolumuza, futbol azərkeşlərimizdə böyük nailiyyətlər, qalibiyyətlər arzulayıram.